baxırsınız mənə. 2 kosinus x üstəcansın kök altında 3 bərabərdir sinus 3 pi. 3 pi sizdə 180 vurulsun 3 deməkdir. Yadınızda saxlayırsınız sinus 0-da, 180-də, 360-da və yaxud da daha nə qədər istəsəz üzərinə 180 gəlsəz, hamısının qiyməti 0-a bərabərdir. Yəni dövrü bucaqlarda sinus nə alır sizdə? 0 alır. Ona görə bu nəyə bərabər oldu sizdə? 0-a. Köksüz atıram o yana. Olacaq kosinus x bərabərdir. Mənfi kök 3 bölünsün 2. X bərabərdir. Kosinusda qabağa nə yazılmalıdır? Müsbət mənfi. Mənfi olanda nədən çıxırlar? Pi-dən çıxırlar. Kök 3 bölgünü nə zaman alır? Üstə gəlsin 2 pi-ka. Pi-dən də pi bölü 6 çıxanda 5 pi bölü 6. Üstə gəlsin 2 pi-ka. O da cavab olacaq C variantı. Aydın da 10'a qədər 10. Burada bundan boyun yerini dəyişirəm. Z bərabərdir 1 üstəcəd i bölünsün 1 çıxılsın i. Sonra bu məxrəcin komplekslikdən azad eləyirəm. Yuxarı olacaq 1 üstəcənsin 2i üstəcəd i kvadrat. Aşağıda 1 çıxılsın i kvadrat. I kvadrat mənfi 1'dir. 1 ilə gedir. Yuxarı qalır 2. Bu da mənfi 1'dir. 1'dən mənfi 1'i çıxanda 2. Alıram i. Qüvvətində nə verib? 2006. İndi qulaq asın mənə. 4'dən böyük olanda 4'ə bölüb nə tapırdınız? Qalıq. Qalıq olur 2. I kvadratda mənfi 1'dir. Cavab B'dir. Sonra deyin görüm. Neçə? 15. 15. 15 tane qurmaqla məsələlərində də var. Burada deyirəmsə avtomatik orada da gedəcək. İndi baxın mənə. Şərtdə deyir çayın axma sürəti 3'dür. Qayığın durğun sudakı sürətini tap. Qayığın sürətini x deyirəm. Onda axın ilə sürət olur x üstəgəl 3. Axına qarşı sürət olur x çıx 3. Etiraz yoxdur. Axın ilə 45 gedib. 45'i bölürəm. X üstəgəl 3'ə. Axına qarşı 9 gedib. 9'u böləm x çıxacaq. Ümumi deyir ki 4 saat vaxt sərf edib. Bərabərləm 4'ə. Ortaq məxrəc bunların hasilidir. 45'i vuram buna. Deməli, bu x kvadrat çıx 9'u. 4'ə vuranda 4x kvadrat çıx 36. 45x ilə 9x 54x. Bu ikisi də verir mənfi 108. 4x kvadrat çıxılsın 54x. 108 də bu yana atanda üstə gəlsin 72. Bir dənə də 2'yə bölürəm. Diskriminantını tapıram. 27'nin kvadratı 729. Alacağım 441. X1 içini tapıram. 27 plus minus 21 bölünsün 4. Köşklərdən biri 12'dir, biri 1/5. 1/5 ola bilməz. Cavab neçədir? 12. 18'ə baxın. Ən kiçik müsbət dövr necə tapılır? Baxırsınız funksiyamız tangens. Tangensin ən kiçik müsbət dövrü nədir? Pi. Pi'ni bölürlər x'in əmsalına. Cavab nə olacaq? Pi bölü 3. Aydındır. Sonra iyi rahat. 20. 20'ye qədər var. Parça müstəvini kəsir deyilsə şəklimiz buydu. Şəkildə deyir ki, biri 2 cm məsafədədir, biri 4 cm. İndi bunlardan nə edirsiniz? Bunu böyük bir dənə 3 bucağı tamamlayırsınız. 2'dirsə burada 2'dir. Aldım bura neçə? 6. Parçanı 10 verir. 16'nın Pifagoruna tapasınız. 8. Aydındır. Sonra 24'e qədər yoxdur. 22. Qəşəng sualdır. Bu əsl ətraflılıq sualdır. Yəni mən olsam yenə salaram. Çox qəşəng sualdır. Evet. Olsun. İti bucağı 30'dur. Tərəfləri deyirəm A ilə B. Sahə axı AB sinüs alfadır.
Sinus 30'da alır 2'də 1. Oradan AB'ni tapıram 12. Perimetri də 18. Onda A ilə B-nin cəmi neçədir? 9. İndi xaricinə kvadrat qururam. Və belə. Deyir, bunların sahələri cəmini tapın. B-dirsə sahə B kvadrat, A-dırsa A kvadrat, A-dırsa A kvadrat, B-dirsə B kvadrat. Olacaq 2A kvadrat, üstəcə 2B kvadrat. 2-ni çıxardıram. Bunda köməkçini açıram. A üstəcə 9-dur, kvadratı 81. Çıxılsın. AB'ni də almışıq 12. 12'ni də 2'ye vuranda 24. 2 vur 57. Cavab olacaq 114. Aydın da. 24'e qədər yoxumuzdur. Yox da. Buraya qədər. Deməli belə. Bunun sərbəst həddi -8'dir. -4'ü A'ya vursam. -8. A neçə olur? 2. Sonra bu C'nin sərbəst həddi -3'dür. B'ni -1'ə vursam -3. Onda B nədir? 3. Deməli bu 2, bu da 3. Bu B'nin sərbəst həddi -C'dir. -C bərabərdir. Deməli 2 vurulsun -3. Vurulsun bura 3. -18. Onda C'də 18'dir. A vur, B vur, C'ni istəyir. 2 vur, 3 vur, 18. Hayda. Bax, burada elə bir şey, bu üçünün hasili B'ni verir. Sərbəst hədd burada 2 tapmışam. Burada -3'dür. Burada da 3'dür. Bunların hasili B'dəkini, yəni -C'ni verməlidir. Aydın da. Sonra başqa? Yoxuzdur da. Dəqiq. Gedəməm.